Evokasiya işi qıraqdan asan görsənə bilər, amma heç də elə deyil. Daşınan yüklərin hər birinin öz məsuliyyəti var. İstər maşınların, istər yüklərin hər birinin məsuliyyəti böyüdür. Gecə ilə gündüzün fərqi ondan ibarətdir ki, gündüz vaxtı tıxaclar daha çox olur, gecə vaxtları tıxaclar az olur. Bir də ki, yəni bu neçə il təcrübəmə əsasən gündüz vaxtı hadisələr də az olur, lakin gecə vaxtı hadisələr çox olur. Onun da səbəbi yolların boş olmasıdır. Sirri çox sadədir, məsuliyyətli və etibarlı yanaşmaqdır. Yəni, müştərinin nəqliyyat vasitəsinə öz maşının kimi həssas yanaşmalısan. İşimi yekunlaşdırandan sonra gəlib maşına əyləşmək istəyəndə müştərini gördüm sükanın arxasında əyləşib. Gülmək tutdu mənə də, onu da gülmək tutdu. Mən də qayıtım dedim ki, müəllim, siz orada sağda əyləşməlisiniz. Ona dedi ki, yəni maşın mənim başımı xarab eləyib. Ona görə deyir, elə bilirəm ki, gəlib oturmuşam. Özüm də deyir, bilməmişəm. Belə gülməli hadisə baş vermişdi. Bir dəfə birinə yığmışam ki, evokasiyadandır. Demişəm, müəllim, hansı tərəfə gəlib? Deyib ki, uzanmışam divanda, gəl mənə götür apar. Yəni, gülməli hadisələrdən də biri bu olubdur. Ən çətin yüküm mənə Koroğludan Balakan rayonuna sifariş aparırdım. Orada ən çətinlik yaşadım ki, o böyük bir yük idi, qabaretli bir yük idi. Onun aparıb çox məsuliyyətlə apardım, onu çıxartdım. Yəni, çətinliklə də olsa, məsuliyyətlə də olsa mən onu aparıb Balakana çıxartdım. Daşınan zaman orada perevallardan, enişli, yoxuşlu yollardan keçdim. Bir dəfə mənə sifariş gəldi Heydər Əliyev prospektindən. BMW markalı maşın idi. Mən o evokasiya eləyəndə onun elə bil ki, yerlə məsafəsi çox az idi. Mən onu çox səliqəli, düzgün şəkildə götürdüm. Özü sonradan gəldi, baxdı, gördü ki, o necə də səliqəli götürülüb, düzgün götürülüb. Heç bir yerinə ziyan dəyməyib. Sevindi, mənə təşəkkür elədi, əlimi sıxdı ki, mən belə gözləməzdim. Mən elə bilirdim ki, mənim maşınıma ən azından biraz da olsa nəsə olacaq. Cızıq da olsa düşəcək, amma siz bunu o qədər düzgün şəkildə götürdünüz ki, mənə ona çox böyük təşəkkür elədi ona görə. Etibarlı.